Dostlar hamıya salam, sizinlə bu günlərin Nanula SMR'dir. Deməli şəkil üçün. Elə deməli burada yumurta pomidordur, portakal sokudur. Mənim sevdiyim salami, kalbasa ölürəm onun üçün. Çuda burada pudingdir. Sırokdur. Anamla nənəm elə dadlı piraşki eləyib. Burada badımcan körüsüdür, burada pendirdir. Gəlin dadına baxaq. Bu piraşkilər bilsiz nə ilə də albalı ilə yox, vişnə ilə. Çox gözəldir. Bir də əri ilə. Ölüyorum acından. Mukbang gözləyirdiniz. Bu da qara çörək, Baradinski. Ay, mən deyəsən cənnətdəyəm. Portakal sokunu gəlin qırağa biraz qoyaq. Yeməyimizi rahat yeyək. Necə siz mənə rəylərdə yazın görək, nə var, nə yox. Yumurta pomidoru ilə istədim. Abiyet çəkmək istirdim. Heç nə, davam eləyək. Dünənlər əslində mukbang gələcəkdi, özü şaurma ilə. Mama hələ pişləyir. 30 suya götürəcək. Yaxında. Ona görə mən dedim ki, mən hazırlayarım. Şaurma hazırlamağa nə var ki? Və belə elədim. Deməli, həm elə də vlogada bunu eləmək istirdim. Deyirəm, şaurmada. Hər şey gözəl-gözəl hazırladım. Toyuğunu. Xiyarını, pomidorunu, sosunu. Və bükməyə gələndə dəhşətsizim. Şaurmanı o günə saldım ki, şaurmalıqdan çıxmışdı artıq. Ona görə məndən kimlər ki deyirsən, yeməyi hazırlamısan. Əzizlərim, yaxşı ki hazırlamıram. O salam üçün öləmə. Mən oturmuşdum, rəyləri YouTube'da oxuyurdum. Deyirdim, bugünlər nə haqda danışaq. Və rəylər qaynanalarla doluydu. Məncə qaynanalarla. Bilmirəm. Bu pendirdir. Plavlini pendir. Gəlin dadına bax. Ki bizim gəncləri pozma. Sən nə örnək verirsən gənclərə? Məndən hansısa bir fikir soruşurlar. Mən öz həyata baxışımı deyirəm, öz. İnsanlar pultla idarə olunacaq və yaxud da sözlə idarə olunacaq deyil ki. Mənim blogumdur, mən öz haqqımda danışıram və öz fikirlərimi söyləyirəm. Və inanmıram ki, mən deyəndə ki, xanım öz ayaqlarının üstündə durmalıdır və dursun. Heç kimdən asılı olmasın. Mənə görə ən yaxşısı ayrı yaşamaqdır. Mənə görə. Qaynanalar da özləri orada elə bir çat yaradıblar ürəklərdə. Bu nəyi təbliğ eləyir axı? Heç nəyə öz fikrimi
Heç kimdən yaşamağa məcbur deyil. Cavanların öz həyatı var. Onlar kömək eləməlidir əlbəttə. Amma ki, şöyle götürürəm. Ömrü boyu yaşamaq məcburiyyətində deyirlər məncə. Bu mənim fikrimdir. Çünki cavanların da öz həyatı var, ailəsi var üstəlik. Uşaqları var. Təsəvvür eləyin. Olğun insanların öz fikri var. Bəzi insanlar, bilsiz necədir, özləri qaynana ilə yaşayıb deyə, əziyyət çəkib deyə deyirlər, bəs biz o boyda əziyyət çəkmişik, biz baxmışıq, bizə də baxsınlar da, məcburdur. Yəni, elə bil ki, mən elə-belə eləmişəm, bəs mənə. Şəxsən, əgər siz bu boyda çətinlik görmüsünüzsə, bu ipi kəsməlisiniz artıq. Və artıq öz oğlunuza, gəlinizə biraz azadlıq verməlisiniz məncə. Onlar heç kimin qulu deyil. Mənə bəziləri deyir, sən qaynana ilə qalmayacaqsan, qaynana tək yaşayacaq. Mən sizə bir şey deyim, mənim atam rəhmətə gedib. Mənim öz anam da tək yaşayacaq. Yəni, o demək deyil ki, mən indi mamanı, qaynananı, hamını yığım bir yerdə yaşayım. Belə pis çıxmasın ki, yəni oğlanın anası anadır, mənim anam ana deyil. Prosta mənim anam başa düşür ki, ayrı yaşamaq düzgündür, söz-söhbət daha az olur. Mən anamın yanına hər gün girəcəm, gələcəm. Qonaq da gəlib qala bilər. Qaynana da həmçinin, əlbəttə ki. Amma mənə görə hər xanımın öz mətbəxi elementar olmalıdır, başa düşürsünüz? Öz azadlığı olmalıdır, yəni ən azından uşaqlar olmayanda necə istəyirsən, yeriyirsən, gəzirsən. Yəni, ay oradan qaynana çıxar, ay oradan qaynata çıxar, deyirəm bir şey yoxdur. Öz evində adam rahat olmalıdır, başa düşürsünüz? Ona görə istəmirsən bugün yemək pişirmək, gedirsiniz haradasa oturursunuz. Qaynana buna dəqiq normal baxmayacaq. Deyəcək, ay da yemək pişirmədi. Ona görə belə bir söz-söhbətlər olmasın deyə işləyinəm. Məncə ən normalı ayrı yaşamaqdır və yaxşı münasibətdə qalmaqdır. Özü ki, bilsiz necə? Sobada olub, vişnənin turşuluğu qalır. Bu Rus piraşkiləri də. Çox tatlıdır. Mən heç nəyi təbliğ eləmirəm, mən sadəcə doğrudan belə düşünürəm. Məsəl üçün, bəziləri də deyir ki, qaynanamın bəs əri olmasa, yəni mənim də papam yoxdur. Rəhmətə gedib. O demək deyil ki, yox, o düzgün deyil. Ona görə bu mənim düşüncəmdir. Bilməm, qınaya bilərsiniz, amma ki, yenə də mən öz fikrimi dəyişməyəcəm. Mən ki, sizin həyatınıza müdaxilə olmuram, qaynana ilə yaşırsınız, yaşayın. Bu da albalı, bu da əri ilə olmalıdır, yalan demirəmsə, düz açdımsa. İçəri idi. İnana bilmirsiniz bu dadlar necədir? Məncə bu daha şirin olacaq.
Şirin değil. Ama albalını ben daha çok, vişneni daha çok beğenirim. Mən sadəcə rəylərdə yazım. Qaynana ilə yaşayanlar. Bəziləri deyir, qaynanamla elə yola gedirik, elə süperdir be. Mən demirəm ki, yola getmirsiniz, mən də yola gedəcəm. Yola getmək bir yerdə yaşamağa bağlı deyil mənə görə. Yəni sadəcə doğrudan bu qədər relaksdır. Doğrudan da bu qədər wow, yaşayıram, o qədər rahatdır. Yoxsa doğrudan da söz-söhbətlər olur. Mən prosta ki, bilirsiniz necə, даже mama ilə söz-söhbətlər olur. Qalır ki, məsəl üçün qaynana ilə olmasın da, bir-birinizə öyrəşənə qədər, məncə yəni dəqiq olmalıdır. Bəs rəylərdə yazım, sizə necədir? Doğrudan bu qədər mi rahatdır? Adlarınızı çəkməyəcəm. Mukbangdan oxusam belə. Mən heç nə deməyəcəm, sadəcə rəylərinizi oxuyardım. Mənə maraqlıdır. Necə idi sizə belə səhər yeməyi? Mənə çox dadlıydı. Dəqiq inanıram ki, mənlə bir yerdə yeməyinizi yedir. Bəyəndiniz. Əzizlərim, sizlə Nanul ASMR idi. Əgər bəyəndinizsə like qoyun, abunə olun. Mənə çox xoş olar. Abunələrimiz qalxır. Mənə çox motivasiya verirsiniz. Və köhnə videolara baxmamısınızsa bura basıb köhnə videoma baxırsınız. Burada da logo duracaq. Abunə olmamısınızsa abunə ola bilərsiniz. Öpürəm sizə əzizlərim. Sabahədək ya o bir günə qədər dəqiq gələcəm.